Hər kəs salamlayıram. Dostlar, bu hal-hazırda 8-in yarısıdır, gedir idman zalına. Bax, bu rejimlə insan var ki, neçə ildir davam edir. Heç o da deyirdi ki, mən inanmazdım 8-də gələrəm 9-da. Amma sən nə edirsən? Həftədə 3 dəfə axşam saat 7-də zala gələndə də deyinirsən. Sən müstəqil adamsan, nə vaxt istəsən gedə bilərsən, nə vaxt istəsən gələ bilərsən. Əsas odur, sağlamlığın yerindədir. Sabah nə isə bir problem olanda, işin çox olanda, deyirsən ki, ayda kaş ki mən belə olsaydı, gedərdim idman zalına və s. Hal-hazırda vaxtın var, sağlamlığın yerindədir, amma eləmirsən. Amma yenə deyirəm ki, sənə, elə vaxtı, elə nə vaxt, elə bugündür. Elə sabahı da gözləmə. Vacib deyilsən zala gələsən. Elə dur səhər tezdən bir dənə misal üçün kənar yerdən. Şəhərdə qalanlar gedib bulvarda gəzə bilər. Bu Xəzərə yaxın olan insanlar bu dəniz qırağında, Mərdəkan, Şuvalan ərazisində durub belə dənizdə də gəzə bilər. Vacib deyil deyinmək. Nə qədər deyinirsən deyin, onsuz da xeyri yoxdur. Zərrə qədər də olsa xeyri yoxdur ya. İstəsən eləyə bilərsən. Yəni əsas odur sən özün üçün eləyirsən. Bir daha söylürəm ki, dostlar, bəzən deyirəm, hər dəfə təkrar edirəm ki, gününü səmərəli keçir. Yəni səmərəli nə deməkdir ki, yəni günün boş-boşuna getməsin. Heç olmasa sağlamlığınıza, nəsə bir təhsillə, nəsə bir elmlə məşğul olun ki, günün səmərəli keçsin. Hər kəsə uğurlar.